Bakıda yas mərasimlərinin keçirilməsi kifayət qədər bahalı prosedur sayılır. İnsanlar dünyadan köçən əzizlərinə ehsan vermək üçün külli miqdarda vəsait xərcləməli olurlar. Turkistan az məlumat verir ki, təkcə şadlıq saraylarında deyil, mərasim evlərində də qiymət artımı baş verib. Ətin, yağın, başqa ərzaq məhsullarının bahalaşması mərasim evlərindəki qiymətlərə də təsir edib. Məsələn, əvvəllər mərasim evlərində bir nəfərlik menyu 10 manatdan başlayırdısa, indi bu qiymət 13 manatdan az deyil. Əlavə edək ki, paytaxtda fəaliyyət göstərən Məkan mərasim evində qiymət 14,5, İmam Əli məscidinə 15 manatdır, Tural, Zəmzəm mərasim evlərində isə qiymətlər 15,16 manat arasında dəyişir. Əsasən imkanlı insanların üst tutduğu Təzəpir mərasim zalında isə bir nəfərlik menyunun qiyməti 17 manatdır. Bir neçə gün öncə atasını itirən paytaxt sakini Arif Məmmədov uç mərasimini təşkil etmək üçün 15.000 manat xərclədiyini bildirib. Məmmədov deyib ki, məclisdə 1000 nəfər qonaq iştirak edib. Əvvəlcədən razılaşdırıldığı kimi hər qonaq üçün 15 manat vəsait ödəyib. Arif Məmmədov yaş mərasimlərinin insanlar üçün ciddi sosial problemə çevrildiyini etiraf edib. O, ehsan süfrələri ilə bağlı müəyyən standartların tətbiq edilməsinin vacibliyini bildirib.